Salam dostlar, hər vaxtınız xeyir olsun. Yenidən mən Orxan müəllim, növbəti dərsimdə sizi salamlayıram. Deməli, bu günlərim Linux dərsimizə dünən qeyd etdiyim kimi davam edirik. Bizim mövzumuz bu günlərim Linuxda fayl yaradılmasıdır. Bir əvvəlki dərslərə baxsaz, orada Linux'a biz giriş eləmişik. Orada girişdə danışmışıq shell nədir, internal, external komandalar nədir və ls komandası haqqında deyə danışdıq. Yəni, baxa bilərsiniz. Davam edirik fundamental biliklər üzərindən hələ ki, bir fayl yaradılmasına. Yenə deyirəm, xatırladım ki, bu kurs nəzərdə tutulub hər bir kəs üçün, əsasən də sıfırdan öyrənmək istəyən dostlarımız, yoldaşlarımız üçün. Ona görə mən bəzi mövzulara çox fundamental yanaşacağım. Deməli, fayl yaradılması. Yəni, aydın məsələdir ki, bir Windows'da fayl yaradılması çox bəsitdir. Sağ düymə, mouse'un sağ düyməsi, yeni create file, create text file və s. create folder və s. Yaxşı, bu Linux'da necə baş verir? Deməli, Linux əməliyyat sistemində biz müxtəlif komandalar istifadə edirik. Onlardan biri touch komandasıdır. Bax, bu elə ekranda gördüyümüz kimi. Sözsüz ki, digər komandalar da var, amma ən çox istifadə olunanlardan biri mən deyərdim ki, budur. Touch komandası. Növbəti slayda keçid eləyək. Deməli, ümumiyyətlə, çox qısa bir məlumat verim ki, Linux is a file-based system. Yəni, fayl tipli sistemdir də, aydın məsələdir və hər iki formada idarə oluna bilər. İstər qrafik interfeysdən, istərsə də command line üzərindən. Amma əlbəttə ki, o command line üzərindən istifadə eləmək onu və idarə etmək çox əlverişlidir. Çünki qrafik interfeysdə çox şeyləri eləyə bilmirsiniz. Yəni, ona görə bir Linuxçular aramızda varsa və sevən varsa Linux'u, çalışın ki, command line-a yüklənin. Yəni, qrafik interfeys istifadə edəcəksinizsə, gedin Windows istifadə edin və yaxud digər əməliyyat sistemi. Okay? Yəni, file management tasklar sözsüz ki, dediyim kimi, command line üzərindən idarə oluna bilər və qrafik interfeys üzərindən. Nə kimi tasklar? Creating files, editing files, deleting files. Çox sadə. Faylı yaratdınız, faylı dəyişdiniz, faylı pozdunuz. Okay? Bu qədər sadə. Növbəti slayda keçək. Deməli, müxtəlif editorlar var ki, siz onlar vasitəsilə də fayl yarada bilərsiniz. Məsəl üçün, istən bir nano, bu bir editordur Linux əməliyyat sistemində. Yəni, bir mətn faylını edit eləmək üçündür. İçinə dəyişiklik eləmək üçündür. Eyni zamanda VI var, eyni zamanda gedit var, eyni zamanda Vim var. Çoxdur. Siyahını çoxaltmaq olar. Yəni, siz özünüzdə Google-da axtarış versəz müəyyən editorlar, sizə kifayət qədər siyahı çıxacaq. Daha sonra redirectionlar vasitəsilə biz belə bir mövzu keçəcəyik sizdən uşaqlar və bu çox vacib mövzulardandır. Redirectionlar, istinadlar, yönləndirmələr deyə bilərsiniz. Onlar redirection oluna bilir echo komandasından, cat komandasından, more komandasından, less, tail və s. Danışacağıq, redirection'a tələsməyək. Və sözsüz ki, dediyim kimi basic native tool'lar, komandalar üstünə, onlardan biri touch komandasıdır. Okay? Touch. Nə üçün istifadə olunur? Yeni fayl yaradılmasına. Boş bir fayl. Touch filan nəsə. Touch filan nəsə. Okay, bu sizə bir faylı yaradacaq. Onun timestampını modifikasiya eləmək. Fayl mövcuddursa, onu yeniləsin. Overwrite eləsin. Okay, sintaksisi burada rol oynayır və komanda özü də çox bəsitdir. İndi biz demoya keçəcəyik. Touch, hər hansı bir option varsa, option qeyd eləyəcəyik. İndi onu da göstərəcəm və faylın adı. Məsələn, touch 123.txt, touch 123.log. Bu bir fayldır. Sizə boş bir fayl yaradır. O yaxşı. Növbəti slaytda deməli, touch vasitəsilə yeni bir single fayl yarada bilərsiniz. Touch file1.txt, file1.txt adında sizə bir text faylı yaradacaq. Bir neçə faylı eyni vaxtda yaratmaq. Touch arxasınca file2.txt, 3.txt, 4.txt. O sizə bir neçə faylı bir sətirdə yaradacaq. Yəni, effekti sözsüz ki var. If the file don't exist, if the files don't exist, or the file doesn't exist, üzr istəyirəm, çox üzr istəyirəm, touch onları yaradacaq. Yəni, file yoxdursa onu yaradacaq. Əgər file mövcuddursa, if the file exists, if they exist, it updates their timestamp. Yəni, qısası file varsa onu update eləyəcək. Okay? Növbəti slayda keçək. Və resultun yoxlanılması sözsüz ki, ls-l, ls dərsimizdə bunu eləmişik. Faylı yaratdınız, ls vasitəsilə bunu siz yoxlayırsınız. Okay, gəlin demoya keçid eləyək, baxaq bu touch məsələsinə, görək necə baş verir bu. Deməli, mən də Linux maşındır hal-hazırda. Bu arada mən belə bir editor istifadə edirəm.
Moba Xterm editorudur. Yəni məsləhət görərəm ki, istifadə edə bilərsiniz. Pulsuz variantı da var, pullu heç bilmirəm var yoxsa yox. Amma istənilən SSH connection-ı dəstəkləyən application istifadə edə bilərsiniz. İstər PowerShell, istər Empathy, istər Putty, istər digər hər hansı bir SSH dəstəkləyən komanda application istifadə edirsinizsə və sizə rahatdırsa heç bir problem yoxdur. Yəni mən bunu çox sevirəm, bu Moba Xterm-ü və bununla da davam eləyəcəm. Bu mənim artıq bir Linux maşınımdır, mən artıq qoşulma eləmişəm bura. Məsəl üçün belə bir IP adresi yazsaq, bu mənim maşınımın IP adresidir, 3383 və mən buna sadəcə SSH connection 22-ci port vasitəsilə qoşulmuşam. Okay? Daha sonra biz baxaq deməli, who am I? Hal-hazırda mənim user'ımın adı Linux user'dır gördüyümüz kimi. Yaxşı. Və arxasınca belə bir şey eləsək, ID Linux, o mənə burada müəyyən onun xarakteristikalarını, parametrlərini göstərəcək. İstənilən halda yəni, bu mövzulara biz davam eləyəcəyik, qaydacağıq. Yəni, daha doğrusu yeni mövzularda keçəcəyik biz bunlar haqqında. Dediyim kimi, bəli, biz bu mövzulara gələcəyik. Yəni, bu ID nəyi bildirir? Burada UID olsun, GID olsun, bu qruplar nəyi bildirir, bu nədir? Bunlar haqqında danışacağıq. Yəni, qısası bu da mənim bir user name-imdir. Eyni zamanda sistemə də baxmaq istəsək, cat-lə etc-də OS release əmrindən yazıb, baxırıq ki, mən CentOS-in stream versiyasını istifadə edirəm, 9-u. Rahel Fedoradır sözsüz ki, yəni burada da bir sual kimi yarana bilər ki, müəllim, mən başqa əməliyyat sistemi istifadə edə bilərəmmi? Heç bir problem yoxdur sözsüz. İstəyirsinizsə Ubuntu, istəyirsinizsə Red Hat-ın özünü, istəyirsinizsə Kali Linux-u, heç bir fərqi yoxdur. Sadəcə, yəni bu CentOS stream mənə çox rahatdır həqiqətən. Çox sevirəm bu əməliyyat sistemini. Çox sağlam bir əməliyyat sistemidir. Ona görə elə onunla da davam eləyirəm. Sadəcə məsləhət istifadə edəndə çalışın ki, LTS versiya olsun, long term solution. Yəni uzun müddətli update-ləri dəstəkləsin. Okay? Yəni qısa bu da əməliyyat sistemi haqqında başqa belə bir deyiləcək bir şey yoxdur. df-h-la da yazanda qısa, yəni belə fayl sisteminin mount point-lərini görəcəksiniz. Bunların hər birinə bu mövzulara gələcəyik. Məsəl üçün, bu nəyi bildirir, bu nəyi bildirir, bu nəyi bildirir və s. 50 GB-lıq disk yaddaşıdır. Belə bir komandada yazsaq, deməli, bəli, bu mənim hal-hazırda bir ədəd diskimdir SDA adında və o partitionlara bölünübdür və belə bir partitionlar yaradılıbdır içərisində. 50 GB da space-dir. Boş disk yaddaşı. Okay, gəlin davam eləyək biz komandamıza. Deməli, touch komandası dediyim kimi. Mən burada əslində touch, əvvəlcə belə bir şey yaza bilərik biz. Man, yəni manual və touch. Və buradan, yəni sizin əlinizin altında bir internetə çıxış yoxdursa, yəni özünün daxili necə deyim, kömək hissəsi deyək də, yəni manualı. Manualdan istifadə edə bilərək touch'ın müxtəlif komandalarını tapa bilərsiniz. Yəni touch tutaq ki, -A var, -C var, D var, F var. Yəni bu formada da yəni onun haqqında bütün sintaksləri əldə etmək mümkündür. Okay? İndi gəlin bir touchla fayl yaradılması həqiqətən çox bəsitdir. Touch və faylımıza ad verək. Tutaq ki, demo.txt. Bitdi. Uzantını mütləq qeyd eləyin ki, faylın tipi bilinsin. Okay? Bitdi. Artıq mən bir touch komandası vasitəsilə bir demo faylını yaratdım. Və siz burada echo, məsəl üçün, dollar işarəsi, istəyirəm dollar işarəsini tapaq və sual işarəsi yazsaz, əgər sizə nəticəni 0 qaytarırsa, deməli bir öncə yazdığınız komanda doğrudur. Düzgün icra olunub deməkdir. Yəni xətasız icra olunub. Okay? Və gəlin yoxlayaq. Hal-hazırda eyni zamanda print worded directory PVD eləyək. Baxaq ki, biz harada yerləşirik. Biz yerləşirik Linux'un home'unda. Yəni qısası default olan məkanda yerləşirik də Linux user'ının home directory-sindəyik. Okay? Və buradan ls-l komandasından baxırıq ki, mənim bir ədəd failimi yaratmışam. Yəni çox qısa hətta ls eləsək və görürəm ki, mənim bir ədəd failim var. Demo.txt. Bu qədər. Məsəl üçün yazaq. Touch demo1.txt, boşluq, vergülsüz, nöqtəli vergülsüz, heç nəsiz. Demo2.txt, bir dənə də enter. Yenə komandamızı icra eləyək və o sizə ardıcıllıqla verdiyiniz formada müxtəlif faylları yaradacaq. Və xatırladım ki, dostlar, bunlar boş fayllardır. Yəni bunların içərisi boşdur hal-hazırda. Okay? Məsəl üçün gəlin məsəl üçün belə bir şey eləyək. ls-l s eləyək. S size bildirir, h-da human readable formata gətirir bunu. Okay? Və buradan da fayllarımıza yəni baxa bilərsiniz də. Okay? Və bu sıfırda yəni göstərir ki, faildə hal-hazırda həcm yoxdur. Daha sonra
bu faylı touch faylına vasitəsilə fayl yaratdıq. Okay, bu faylı biz necə içinə baxa bilərik də? Necə baxaq içərisinə? Onun üçün qayıdaq faylımıza təkrar slaydımıza. Müxtəlif digər komandalar istifadə oluna bilər. Onları prezentasiyada yerini itirdim. Buralarda bir yer. Yəni qısası siz istifadə edə bilərsiniz müxtəlif editorlardan. Yəni onlardan biri Nano'dur, VI-dir və s. digərləridir. Məsəl üçün mənim ən çox sevdiyim, ən çox istifadə etdiyim Vim editorudur. Bu bir növ V'nin böyük qardaşı sayılır. Vim və sadəcə faylınızı qeyd edirsiniz. Yazdıq, tab işarəsini vurduq ki, bash completion eləsin. Sadəcə demo txt məsəl üçün. Bu komanda bir öncə yaradılmış faylı içərisinə girib edit eləməkdir. Yəni bir növ ki, siz notepad faylı açmısınız, onun üstünə sağ düymə vurub onu açırsınız da elə bir. Bu da həmin bir şeydir. Yaxşı, sadəcə olaraq bu faylı oxumur, edit eləyir. Edit eləyirik və görürüz ki, içərisi həqiqətən də boşdur. İndi bunun haqqında biraz danışacağım növbəti dərslərdə. Editorlara ayrıca dərs keçəcəyik. Aşağıda oradan bu editordan çıxış formatıdır, sintaksisidir. Faylın içərisini oxumaq. Oxumaq üçün siz cat, oxumaq üçün siz məsəl üçün less, daha sonra more, daha sonra head, daha sonra tail, hətta düzdür, tail elə də uyğun deyil o loqlar üçün də, amma yenə də. Yəni bu komandalarda istifadə edərək faylların içərisini oxuya bilərsiniz. Gəlin yoxlayaq. Məsəl üçün cat və faylımız enter və gördüyünüz kimi boşdur. Yəni faylın içərisində heç nə zaten olmadığına görə o mənə boş bir fayl qaytarır. Amma məsəl üçün mən tutaq ki cat etc və yaxud və belə deyək cat var log secure, məsəl üçün buradan bir loglara baxsaq və sözsüz ki biz bunu sudo ilə yazmalıyıq. Sudo dərsinə ayrıca gələcəm, darıxmayın bundan bağlı. Sudo çox ayrı bir bölmədir. Və yəni görürsünüz ki mən bu faylı, bu secure faylının içərisini cat-la oxudum. Və belə bir fayl içərisində tutaq ki hər hansı bir data var. Amma qayıtsaq biz öz faylımıza, onun içərisi boşdur bildiyimiz kimi. Ona görə də oxumur. Məsəl üçün more-la yoxlasaq, demo txt yenə içərisi boşdur. Belə. Deməli, dostlar, qaydaq slaydımıza təkrar. Qısası, yəni yaratdığınız faylı və ls-l-lə, sadəcə ls-lə, ll-lə, istənilən bir ls-l-h-lə fərq etməz, siz həmin faylın yaradılmasına əmin olursunuz. Yəni, bugün biz nə keçdik? Touch vasitəsindən bir fayl yaradılması. Və deməli, dediyim kimi fayl mövcuddursa, onun timestampını edit eləyəcək və s. Və burada onun bir neçə müxtəlif optionları var. -c var məsələn, daha sonra -a var, m var, t. Məsəl üçün, -c do not create file if it doesn't exist. Okay, məsəl üçün, fayl yoxdursa, onu yaratma, yəni qısası. -a change access time only, yəni ona fayla müdaxilə olunan, access olunan vaxtı dəyiş. -m change modification time only, dəyişiklik olan time saatı dəyiş və -t var ki, xüsusi özün bir timestamp qoy. Timestamp yəni fayla nə vaxt müdaxilə olunur, nə vaxt access olunur, nə vaxt üzərində dəyişiklik olunur və s. Bunu mən sizin özünüzə buraxacağam. Yəni yükləyərsiniz bir Linux və touch komandası və bu switchləri istifadə edərək bir necə deyə bir məşq eləyərsiniz, practice eləyərsiniz ki, əliniz öyrəşsin bunlara. Və son olaraq summary olaraq touch is a lightweight fast way to, yəni qısası ən gözəl yollardan biridir ki və sadə yollardan biridir ki, fayl yaratsın, timestampını update eləsin. Əsasən scriptingdə və automationda çox gözəl istifadə olunur və ls komandasından siz sadəcə faylı verification eləyirsiniz ki, baxıram ki, fayl yaradıldı, yoxsa yox. Bir dənə də touchdan başqa bu günlük sizə gəlin bir də editor vasitəsilə bir fayl yaradılmasını göstərim. Deməli, touch sıfırdan bir boş fayl yaradır sizə. Okay? Bir də var ki, siz hər hansı bir editor vasitəsilə faylı yaradırsınız. Məsəl üçün, vim, məsəl üçün, adını qoyaq, file.txt. Belə bir şey, belə bir fayl bizdə mövcud deyil hal-hazırda. Yoxdur. Amma mən mövcud olmayan bir şey, nəyisə bir faylı vim vasitəsindən edit eləyə bilərəm. Yaxşı, belə bir məsələ və mən burada tutaq ki, yazıram hello world. Məsələn də, okay, və yaxud test 1, 2, 3.
Mən bunu save eləyirəm. Gələcəm save məsələsinə, bu Vim editordan çıxış, save və s. məsələlərə. Deməli, ls eləyirik, fikir versəz, bu faylı yaratdı. Və mən onu touchla yox, vim vasitəsilə yaratdım, editor vasitəsindən. Mətn editor, mətn redaktorlarda qısası dostlar. Məsələn, Word mətn redaktorudur, Notepaddir, WordPaddir, bunlar mətn redaktorlarıdır Windows'da. Linux'da da eyni funksionallığı daşıyır bu komandalar. Touch'dır, üzr istəyirəm, touch yaradır. Vim'dir, gedit'dir, v'dir, vi'dir, nano'dur. Bunlar editorlardır. Yaxşı, cat file 1.txt faylı oxumaq istəyirəm bu komanda ilə. Enter və gördüyümüz kimi içərisindədir. Deməli, touch və vim. Touch sizə sadəcə faylın özünü yaradır, boş fayl yaradır. Siz sonradan vimlə girib onun içini dəyişirsiniz. Vim komandası isə və yaxud digərləri fərq etməz. Yenə deyirəm, mən sırf vim'i çox sevirəm deyə çox istifadə edirəm, çünki çox əladır. Bu isə birbaşa elə bir ki, faylı yaradır və içini edit eləyir. Və siz sadəcə onu sonra save eləyirsiniz. Belə. Bugünkü dərsim bu qədər Linux'dan. Basic komandalardan hələ ki biz keçirik və bugün komanda öyrəndik. Touch komandasını öyrəndik, fayl yaradılmasını və eyni zamanda bir editor vasitəsindən vim'lə onun içərisini modifikasiya, edit eləməyə baxdıq qısası. Növbəti dərslərdə elə bu mövzulardan yenədən davam eləyəcəyik. Görüşənədək hələlik.